Salam əziz 5-cilər. Bugün sizə 5-ci sinif Azərbaycan tarixindən 29-cu mövzunu izah eləyəcəm. Mövzunun adı belədir. Böyük zəfərin ilk qaranquşu. Aprel döyüşləri. Mövzunun adı bizə çox şey deyir. Əslində, Vətən müharibəsindəki böyük zəfərimizin ilk addımları hələ aprel döyüşlərində qoyulmuşdu. 2016-cı ildə. Bu il artıq aprel döyüşlərindən 10 il ötür. Aprel döyüşləri qəhrəmanlarını həmişə yad etməli, xüsusi qəhrəmanlıqlarını həmişə qeyd etməliyik. Keçək mövzunun izahına. Aprel döyüşləri haqqında İlham Əliyevin sözləri. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu mövzuda bu suallara cavab axtaracağıq. Aprel döyüşləri zamanı ərazi bütövlüyümüz necə qorundu? Qəhrəmanlıq nədir? Atəşkəs sazişi imzalansa da, cəbhə xəttində atəş səsləri kəsilmirdi. Atəşkəs nə vaxt imzalanıb? 1994-cü ildə. Düşmən təxribatlarından əl çəkmir, dinc sakinləri belə hədəfə alırdı. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə ordumuzun mövqeləri və cəbhə xəttinə yaxın olan kəndlərimiz atəşə tutuldu. Nəticədə Azərbaycan ordusunun bir neçə hərbi qulluqçusu və o cümlədən mülki şəxslər həlak oldu. Yəni ermənilər Azərbaycanlılardan fərqli olaraq müharibə müddətində dinc sakinləri, uşaqları, qadınları hədəfə alırdı. Mülki şəxs dedikdə, yəni hərbiçi olmayan adi vətəndaşlar nəzərdə tutulur. Əks hücuma əmri alan igid hərbiçilərimiz düşmən üzərinə atıldılar. İki istiqamətdə amansız döyüşlər başlandı. Hərbi bölmələrimizin bir qrupu Tərtər istiqamətindən Talış yüksəkliyinə doğru hücuma keçdi. Digər qrupun hədəfi isə Cəbrayıl istiqamətində yerləşən Lələtəpə yüksəkliyi idi. Ordumuzun mövqeləri və yaşayış məntəqələrimiz məhz bu yüksəkliklərdən atəşə tutulurdu. Çox təəssüf ki, yüksəkliklər ermənilərin əlində idi və bu yüksəkliklərin onların əlində olması bizim bir çox şəhərlərimizi, bir çox kəndlərimizi təhlükə altında saxlayırdı. Talış kəndi yüksəklikləri uğrunda döyüşlər. İki döyüşçülərimiz qısa müddətdə Talış istiqamətində düşmənin müdafiə xəttini yarıb, yüksəklikləri ələ keçirdi. Hücum o qədər sürətlə həyata keçirildi ki, düşmən əskərləri silah sursatını atıb qaçmağa başladılar. Axı bu torpaqlar onların deyildi. Azərbaycan hərbiçiləri isə əzmlə döyüşürdülər. Azad etdikləri doğma vətən torpaqlarının hər qarışından sanki əlavə güc alırdılar. 2 günə 14 düşmən postu ələ keçirilmişdi və düşmən böyük itkilərə məruz qalmışdı. Post nədir? Hər hansı obyekti mühafizə etmək və müşahidə altında saxlamaq üçün müəyyən yerdə qoyulmuş növbətçi və ya əskər dəstəsidir. Aprel döyüşlərində Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri düşmənin qorxulu rüyasına çevrildi. Daim ən çətin təlimlər keçən xüsusi təyinatlılar uzun müddət torpağın və suyun altında qala, düşmən içərisində gizlənə bilirlər. Hündür dağlar, sıldırım qayalıqlar və sıx meşələrdə təlimlər keçən igid döyüşçülərimiz istənilən hərbi tapşırığa hər zaman hazırdır. XTQ-nin zabit və gizirləri bir neçə dil bilirlər. Yaxşı təhsil, fiziki hazırlıq və peşəkarlıq xüsusi təyinatların uğurunun əsas sirridir. Hətta onların məşhur bir şüarı var. Görünmədən görmək, ölmədən geri dönmək. Belə deyək də, siz əgər gələcəkdə xüsusi təyinatlı kimi yetişmək istəyirsinizsə, onda gərək dərslərinizi yaxşı oxuyasınız, bütün dərsləri, yəni xarici dilləri yaxşı biləsiniz. Hətta bizim xüsusi təyinatlılarımız dünyanın hərb tarixinə bir nümunə göstərdilər. Bilirsiniz ki, Şuşanın azad olunmağında onların rolu əvəzsizdir, danılmazdır xüsusi təyinatlıların. Döyüş meydanından qaçan düşmən əskərləri itirdikləri əraziləri toplarla atəşə tutmağa başladılar. Ardınca tanklarla hücuma keçdilər. İgid hərbiçilərimiz düşmənin 14 tankını sıradan çıxartdı. Səngərdə şəhid olmağı üstün tutan Azərbaycan əskəri döyüş meydanını tərk etmir, son güllələrinə qədər vuruşurdu.
Həlak olan hərbiçilərimizin bəzilərinin əlində sıxılmış vəziyyətdə son qumbara, bəzilərinin avtomatlarında isə yalnız bir güllə qaldığı məlum olmuşdu. Yəni onlar əsir düşməkdənsə ölməyi seçmişdilər. Düşmənin əks hücumları ciddi nəticə vermədi. Talış kəndi ətrafındakı yüksəkliklərə nəzarət ordumuza keçdi. Hətta bu yüksəkliklər bizim nəzarətimizə keçəndən sonra Naftalan şəhərinin və ətraf kəndlərin təhlükəsizliyi təmin olundu. İkinci Qarabağ müharibəsində ordumuz məhz bu yüksəkliklərdən hücuma başladı. Yəni aprel döyüşlərində azad olunan bu yüksəklik İkinci Qarabağ müharibəsində artıq bizim üçün bir üstünlük idi. Aprel döyüşlərində Azərbaycan ordusu ilk dəfə PUA-lardan istifadə etdi. Pilotsuz uçuş aparatları. Bu aparatların bir neçə növü var. Bəziləri uzun müddət havada qalaraq kəşfiyyat işləri aparır, bəzi növləri isə düşmənə havadan zərbə endirə bilir. Aprel döyüşləri zamanı Ermənistandan könüllü döyüşçüləri cəbhə xəttinə gətirən avtobus PUA vasitəsilə partladılmışdı. Düşməni şoka salan bu PUA İsrail istehsalı olan Harop idi. Ümumiyyətlə, 2-ci Qarabağ müharibəsində də biz PUA-lardan istifadə etmişik. Bilirsiniz ki, Müzəffər Ali Başkomandan ordunun güclənməsi üçün ona əlavə xərclər ayırmışdı. Ordunu hər tərəfli gücləndirmək üçün. 2-ci Qarabağ müharibəsində biz digər PUA-lardan da istifadə eləmişik. Bayraqdar, öz istehsalımız olan PUA var, zərbə. Bunları öyrənsəz yaxşı olar. Keçək indi isə Lələtəpə döyüşlərindən danışaq. Lələtəpə Cəbrayıl rayonu ərazisində yerləşir. Onun hündürlüyü 271 metrdən çoxdur. Buradan Füzuli və Beyləqana qədər uzanan əraziləri müşahidə etmək mümkündür. İndi baxın, Füzuli və Beyləqan. Yəni bu yüksəklik bizim əlimizə keçəndən sonra artıq bu rayonlar üçün də təhlükə qalmayacaqdır. 1-ci Qarabağ müharibəsində Lələtəpə yüksəkliyi erməni silahlı birlikləri tərəfindən işğal olunmuşdu. 1-ci Qarabağ müharibəsində. Düşmən buradan yaxınlıqda yerləşən Cocuq Mərcanlı kəndini daim atəş altında saxlayırdı. Düzdür, Cocuq Mərcanlı kəndi bizdə idi. Amma yüksəklik ermənilərdə olduğu üçün daim bu kəndi atəş altında saxlayırdılar. Ona görə də Cocuq Mərcanlı əhalisi kəndi tərk etməyə məcbur olmuşdu. Aprel döyüşlərinin 1-ci günü əks hücum əmri alan döyüşçülərimiz cəmi 40 dəqiqə ərzində Lələtəpə yüksəkliyini azad etdilər. Ermənistan hərbiçiləri dəhşət içində idi. Xilas yolunu qaçmaqda görən düşmənin iradəsi sarsılmışdı. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu onları heyrətə gətirmişdi. Düşmən anladı ki, üzərinə gələn ordu 90-cı illərdəki ordu deyil. Vahid komandanlıq, hərbi birləşmələrin birgə fəaliyyəti uğurlarımızın əsas səbəblərindən idi. Lələtəpə üzərində Azərbaycan bayrağı dalğalandı. Qısa müddət ərzində Cocuq Mərcanlı kəndi bərpa edildi, kəndin əhalisi doğma yurdlarına qayıtdı. Aprel döyüşləri Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitdi. 2000 hektardan artıq ərazi düşməndən azad olundu. Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar aprelin 5-də dayandırıldı. Ona görə bəzən aprel döyüşlərinə 4 günlük müharibə də deyirlər. Buna baxmayaraq xalqımızın gələcək qələbəyə inamı daha da artdı. Bu döyüşlərdə qazanılan qələbə gələcək zəfərin ilk müjdəçisi oldu. Düşmən isə həm böyük itkilər verdi, həm də Azərbaycan ordusunun döyüş ruhu qarşısında sarsıldı. Bəs bu qələbəni bizə bəxş edən qəhrəmanlar kimlər idi? İndi isə onlardan danışaq. Tarix yazan qəhrəmanlardan. Aprel döyüşlərində igid Azərbaycan oğulları öz qanları ilə qəhrəmanlıq dastanı yazdılar. Onlardan biri Murad Mirzəyevdir. O, hərb elminin incəliklərini yaxşı mənimsəmişdi. Türkiyədə yüksək hərbi təhsil almış, dünyanın bir sıra ölkələrində keçirilən təlimlərdə fərqlənmişdi. İngilis, rus və türk dillərini də gözəl bilirdi. Talış kəndi ətrafında gedən döyüşlərdə bölmələrdən birinə başçılıq edən Murad Mirzəyev dəqiq əmrləri və göstərişləri ilə yüksəkliklərin alınmasına öz töhfəsini vermişdi. Tabiliyində olan hərbi birləşmələrin düşmən puskusuna düşdüyünü görən qəhrəman zabitimiz özü də əldə silah döyüşlərə atıldı. Yaralansa da döyüş meydanını tərk etmədi. Əksinə, digər yaralıların atəş altından çıxarılmasına yardım etdi. Özü isə son gülləsinə qədər döyüşərək həlak oldu.
Digər zabitimiz Samid İmanov ayağından və çiynindən yaralansa da döyüş mövqeyini tərk etməmişdi. Özünün deyil, yaralı gizirin döyüş meydanından çıxarılmasını əmr edən Samid son gülləsinə qədər döyüşüb. Geri dönən əsgərlər onu əlində qumbara tutmuş halda tapmışdılar. Qəhrəman döyüşçümüz əsir düşməmək üçün qumbaranı sona saxlamışdı. Gizir Sərxan Bayramov da aldığı yaralara baxmayaraq döyüş meydanından çıxmamış, son nəfəsinə qədər vuruşmuşdu. Raquf Orucov. O mahir kəşfiyyatçı idi. O 1-ci Qarabağ müharibəsinin də iştirakçısı olmuşdu. Düşmənin dilini yaxşı bilən Raquf aprel döyüşlərinə qədər çox çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirmişdi. Kəlbəcər istiqamətində xidmət edən igid kəşfiyyatçımızı düşmən arxasındakı uğurlu hərbi əməliyyatlarına görə Murov Qartalı adlandırırdılar. Aprel döyüşlərində pusquya düşsə də sona qədər düşmənlə döyüşmüşdü. Raquf Orucov kəşfiyyata çox vaxt tək gedərmiş. Erməni dilini bilməsi onun düşmən içərisinə də sızmasına imkan verirdi. O, Kəlbəcər istiqamətində növbəti kəşfiyyata çıxmışdı. Düşmənin hərbi hissəsinə sərbəst daxil olan igid kəşfiyyatçımız onların səhər düzülüşünü, hərbi hissənin yerləşdiyi ərazini, mühüm obyektləri lentə almışdı. Bu məlumatlar gələcək hərbi əməliyyatlar üçün olduqca qiymətli idi. Döyüşlər zamanı hərbiçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişdilər. Bir daha göstəriblər ki, Azərbaycan əskəri, zabiti həm peşəkardır, həm vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Bu döyüşlər bütün dünyaya göstərdi ki, Azərbaycan ordusu ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. İlham Əliyevin aprel döyüşlərindəki qəhrəmanlara həsr etdiyi sözlər. Lələtəpə istiqamətində gedən döyüşlərdə Şükür Həmidov böyük şücaət göstərmişdi. Bölmə komandiri olmasına baxmayaraq, əskərləri ilə ön cərgədə döyüşmüş, Lələtəpə yüksəkliyinin azad edilməsində mühüm rol oynamışdı. 2-ci Qarabağ müharibəsində doğulduğu Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Şükür Həmidov aprel döyüşlərindəki şücaətinə görə milli qəhrəman adını almışdı. Amma 2-ci Qarabağ müharibəsində isə şəhid olmuşdu. Aprel döyüşlərində iştirakçı olan hər bir Azərbaycan əskəri əsl qəhrəman idi. Onlardan Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidova Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın milli qəhrəmanı adı verilmişdi. Burada Pəncəli Teymurovu şəklində görürsünüz. O da milli qəhrəman adını aldı daha sonradan. Demək, sizə belə bir tapşırıq verirəm. Ordum varsa yurdum var adlı bir kiçik hekayə hazırlayırsınız. Buradakı qəhrəmanlarımızdan birinə həsr eləyirsiniz. Əslində bu dərsi keçərkən müəllim 2 hissəli gündəlik strategiyasından istifadə edə bilər. Yəni siz mətni oxuyarkən bu mətndə sizin üçün ən mühüm hissələr hansılardır? Hansı hissə sizin diqqətinizi çəkdi və nəyə görə öz düşüncənizi yaza bilərsiniz. Gəlin bu tapşırığı da birgə yerinə yetirək. Daha sonra görüntünü alıb özünüz də eləyə bilərsiniz. 2016-cı il aprel döyüşlərində ordumuzun azad etdiyi ən strateji yüksəkliklərdən biri idi, 8 hərfli idi. Lələtəpə. Ordumuzun döyüşlərdə ilk dəfə istifadə etdiyi müasir uçuş aparatının adı nə idi? PUA. Görünmədən görmək, ölmədən geri dönmək şüarı kimlərə məxsusdur? Xüsusi təyinatlılara. Demək, bunu da bir-bir uyğunlaşdırın. Məsələn, Qubadlı rayonu uğrunda döyüşlərdə şəhid olan milli qəhrəman kimdir? Ya da mahir kəşfiyyatçı, eyni zamanda Murov Qartalı olan kimdir? Bu da sizə sərbəst olsun. 4-cü tapşırıq. Burada da uyğunlaşdırma eləyəcəksiniz. Məsələn, hər hansı obyekti mühafizə etmək üçün qoyulmuş növbətçi dəstə və ya yer nə adlanır? Post. Digər tapşırığa. Aşağıdakı mətndə 4 tarixi səhv var. Özünüz onları tapmalısınız.
Məsələn, burada aprel döyüşləri zamanı ordumuz ilk dəfə helikopterlərdən yox, PUA-lardan istifadə eləyib. Lələtəpə yüksəkliyi 40 dəqiqə ərzində tutulub, 4 saat yox. Bunu da işləyin ki, dərsdə sizin üçün rahat olsun. Demək, yüksəkliklərin əhəmiyyəti nədir? Təbii ki, yüksəklikdən aşağı hissədəki əraziləri nəzarətdə saxlamaq daha asan olur. Və yüksəkliyi azad etmək çox çətin bir iş olsa da bizim ordumuz buna qısa müddətdə nail olmuşdu. Talış kəndi yüksəklikləri uğrunda döyüşlərin hansı nəticələri oldu? Bunu artıq bildiniz. Lələtəpə döyüşləri sizdə hansı təəssüratı oyatdı? Bu da sizə aid sərbəst sualdır. Ümid edirəm ki, dərs sizin üçün asan oldu. Əgər çətinliyiniz olsa, başa düşmədiyiniz bir məqam olsa, yenə də yazıb soruşa bilərsiniz. Və mütləq tarixi öyrənmək üçün sizin özünüzün xüsusi qeydləri olmalıdır, dəftəriniz olmalıdır. Dərs sizin üçün yararlı oldusa, kanala abunə olmağı, rəy bildirməyi və bəyənməyi unutmayın. Növbəti dərsdə görüşərik.